Deməli, birinci burada n faktorial anlayışıdır. Yəni bunun ehtimalına görə bir əlaqəsi yoxdur və yaxud birləşmələr nəzəriyyəsində bunu keçən dəfələrdə də dedik. Bunun özünün sadələşmə misalları belə bu bölmənin içində var. Yəni biz başa düşdük ki, n faktorial birdən n-ə kimi olan natural ədədlərin hasilini ifadə edir. 0 faktorial bərabərdir 1 qəbul edilibdir. Yəni bu şəkildə qəbul olunur ki, 0 faktorial 1-ə bərabərdir. Yəni məsələn biz bildik ki 2 faktorial 1 vur 2-dir, nə bilim 3 faktorial 1 vur 2 vur 3-dür və s. Bunları bilirik onsuz da keçən və loqaritmalarda da ipucu verdik bunlar haqqında. Məsələn biz 5 faktorial bölü 4 faktorial yazmaq üçün 5 faktorialı 5 vur 4 faktorial yazaraq bu 4 faktorialları aparırdıq, qalırdı bizdə 5. Və yaxud bunu hərfi formada olanlarını da verirlər. Məsələn deyir ki n-2 faktorial bölünsün n-4 faktorial ifadəsini sadələşdirin tutaq ki. Biz burada diqqət edirik ki, böyük olan ədədi azaldıb kiçiyə gətirə bilərik. Kiçiyi böyüyə apara bilmərik. Yəni burada n-2 böyük olduğu üçün n-2 bir vahid azaltdıq n-3 çünki natural ədədlər bir vahid artır və ya azalır. Bir vahid azalında n-4 faktoriala çatdıqda n-4 faktoriallar ixtisara gedir. Qalır bizdə tutaq ki, bu ifadələrin hasili. Məsələn, onu da nəyəsə bərabərlik bir tənliyi verirlər, deyir bu tənliyi həll edin. Yəni, nəzərə alın ki, o tənliyin köklərindən mənfi çıxan olsa onu götürmürük. Çünki burada n natural ədəd olmalıdır. Yəni, bu sadəcə n faktorialla bağlı olan sadələşmələrdir. Və yaxud da ki, 8 faktorial bölünsün 10 faktorial. Biz burada 10 faktorialı 19 vur 8 faktoriala gətirərək ixtisarlarımızı aparıb yazırdıq 1 bölünsün 90. Yəni, bunlar sadələşmələrdir ki, bunlardan da yenə imtahanlarda istifadə ediblər. Sonra gələk burada bizim birləşmələr nəzəriyyəsində bilməli olduğumuz məqamlar, toplama prinsipi və vurma prinsipi. Bunlar barədə məlumatlanmalıyıq. Toplama prinsipi nədir? Yəni, məsələn, biz A elementini M sayda üsulla, B elementini M sayda üsulla seçə biliriksə, onda A və ya B elementini, A və ya B, yəni ya A-nı ya B-ni M plus N üsulla seçə bilərik. Yəni A elementini M müxtəlif üsulla seçə bilirik, B elementini N müxtəlif üsulla seçə bilirik. Onda A və ya B elementini M plus N müxtəlif üsulla seçə bilərik. Bu nə deməkdir? Tutaq ki, sinifdə 7 qız və 12 oğlan var. Tutaq ki, zal fikri biçərib bir nəfər seçməlidir. Bunu neçə üsulla eləyə bilər? 19 üsulla. Yəni, ya 7 qızdan birini, ya da 12 oğlandan birini seçir. Yəni, bir element seçməlidir, qız və ya oğlan, bir şagird seçməlidir. Bunu neçə üsulla seçə bilər? 19 müxtəlif üsulla seçə bilər. Yəni, bundan söhbət gedir. Bir də var ki, A elementini M müxtəlif üsulla, B elementini isə N müxtəlif üsulla seçmək mümkündür. Onda biz AB cütlüyünü M vurulsun N müxtəlif üsulla seçə bilərik. AB cütlüyü. Bu tək 2 elementə aid deyil. İndi 3 elementdə də buna vurma prinsipi deyirlər. Yəni, məsələn, tutaq ki, biz isti yemək üçün restoranda 10 cür isti yemək təklif olunur və 5 cür də salat təklif olunur. Salat. Tutaq ki, hər hansıda bir müştəri bir isti yemək və bir salatı neçə müxtəlif üsulla seçə bilər? 10 vurulsun 5, 50 müxtəlif üsulla seçim eləyə bilər. Yəni, hər bir salatın yanında 10 cür yemək seçə bilər. Nəticədə 5 dənə salat varsa, hərəsinin yanına 10 yemək seçəndə bu 50 müxtəlif seçim şansı əldə edir. Yəni, bu olur vurma prinsipi. Və yaxud belə deyək. Necə? Və ya. Məsələn, görürsən ki, sən və ya deyirsə, toplayırsan. Və ya da toplayırsan. Bunu belə. Ya bunu da, yəni. Ya sən oğlan seçərsən, tutaq ki, və ya kimi zavut, ya da qız seçəcək. Orada artıq toplanacaq elementlərin sayı. Amma məsələn, gəlib zavut, tutaq ki, 12 oğlan, 9 qız var idi də. Deyir, mən bir oğlan, bir qız seçib aparacam. Bu neçə üsulla seçim eləyə bilər? 108 üsulla seçim eləyə bilər. Məsələn, seçəcəyi hər oğlan üçün 9 dənə qız çağıra bilər. Aydındır mı? Nəticədə 12 oğlanın hərəsində fərqli də seçimlər eləyə bildiyi üçün 12 vur 9, 108 müxtəlif seçim eləyə bilər. Aydındır mı? Yəni, burada artıq
vurma prinsipi olacaq. Məsələn, biz bu vurma prinsipindən ədəd düzəltməkdə istifadə edirik. Məsələn, tutaq ki, bizə verir ki, 3, 7, 2, 5, 6. Bu rəqəmlər verilir. Bu rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə neçə müxtəlif 5 rəqəmli ədəd yazmaq olar? Hər birindən bir dəfə istifadə edirik və 5 rəqəmli ədəd. Deməli, bizim birinci rəqəmli seçim üsullarımızın sayı 5'dir. Yəni 5 dənə rəqəmdən hansısa birini seçdik. İkincini seçmək üçün 4 üsulumuz var. Hansısa birini seçdik. O birisini seçmək üçün 3, növbəti rəqəmi 2, axırıncı da bir dənə ədəd qalacaq, onu yazacaq. Bəli, burada 120 müxtəlif üsul eləyə bilərik. Amma rəqəmlər təkrarlana bilər desəydi, biz hər bir rəqəmi 5 üsulla seçə bilərdik rəqəmlər təkrarlandığı üçün. Bu da 5 üstü 5, nə bilim 3025 eləyəcək. 325, sən vurdum. 625 vurmalıq 5'e, bəli, düzgün. Yəni, burada artıq rəqəmlər təkrarlana bildiyi üçün hər mərtəbə vahidində o rəqəmi yenidən seçə bilirik deyə bunlar hamısı vurma prinsipi ilə. Məsələn, bu rəqəmləri verib deyir ki, neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar. Rəqəmlər bir dəfə olsun. Yəni, müxtəlif dediyi üçün rəqəmlər təkrarlana bilmir. Onda birinci rəqəmi neçə üsulla seçə bilərik? Biz bu rəqəmlərdən yenə söhbət gedir. 5 üsulla, ikincini 4, üçüncünü də 3 müxtəlif üsulla seçə bildiyimiz üçün burada bizə 60 dənə müxtəlif ədəd. Bəs deyir ki, bunlardan, bu rəqəmlərdən neçə dənə 3 rəqəmli cüt ədəd yazmaq olar? 3 rəqəmli cüt ədəd olsun. Bəli, sonuncu rəqəmi neçə fərqli üsulla seçə bilərik? 2 üsulla. Ya 2'ni seçəcəm, ya 6'nı. Yəni, sonuncu rəqəmi seçim üsulunun sayı 2 dənədir. Bunlardan hər hansısa birini seçəndən sonra mənim birinci mərtəbə vahidini seçməyim üçün 4, ikinci mərtəbə vahidini seçmək üçün 3 dənə müxtəlif seçim şansım, üsulum qalır. O da eləyir 24 dənə buradan 3 rəqəmli cüt ədəd yazmaq olardı. Sonra, məsələn, burada bu ədəddən başqa bizim adlarla bağlı olan suallarımız olurdu. Məsələn, deyirdi ki, kamil sözünün hərflərini dəyişməklə neçə müxtəlif söz düzəltmək olar. Burada söz deyəndə hərf birləşməsi mənasında, yəni mənalı və ya mənasız. Bəli, 5 dənə hərfin sadəcə biz yerini dəyişəcəyimiz üçün deməli 5 faktorial sayda yeni söz düzəldə bilirik. Amma məsəl üçün, tutaq ki, burada Kənan sözünün hərflərindən neçə fərqli söz düzəldə bilirik deyəndə 5 faktorialı bölürdük. Bu 2 dənə n-ya görə 2 faktorial. Çünki bu n-la o n-nın yerini 2 müxtəlif üsulla dəyişmək olar. Bu da təkrar düzülüşlər əmələ gətirdiyi üçün 120 bölünsün 2, 60 dənə söz eləyirdi. Və yaxud banan sözünün. Burada artıq yenə 5 hərfli sözdür, 4'ə bölmürük. A-ların öz arasında yer dəyişməsi 2 faktorial, n-ların öz arasındakı yer dəyişməsi 2 faktorial. Bu da eləyir 120 bölünsün, 4'ə bölürük nəticəsində deyirsənsə, bəli, 4. Yəni sən 4 faktoriala deyirdin. Sonra, məsələn, ənənə sözü. Ənənə sözü də 5 hərfli sözdür, 5 faktorial. Burada ə-yə görə 3 faktorial, n-ya görə 2 faktorial. O da 120 bölünsün 6 bölü 2, 10 dənə söz. Nə qədər hərflər, eyni hərflər təkrarlansa, düzəldəcək sözlərin sayı təbii olaraq da azalaraq gedir. Sonra, deməli, məsələn, elə bu kamil sözündəki deyir ki, məsələn, kamil sözün hərflərinin yeri dəyişərək müxtəlif sözlər düzəldilmişdir. Neçə sözdə saitlər yanaşı olar? Saitlər yanaşı olar. Yəni, bu sözdə, kamil sözündə hərflərin yerini dəyişməklə düzəldilmiş neçə sözdə samitlər yanaşı olar. Bunun üçün biz samitləri bir element kimi götürürdük. Nəticədə bizim 4 dənə elementimiz olur. Bunlar birlikdə olacaqlar. Bu da 3 dənə. Yəni 4 faktorial. Hər düzülüşün özündə də bu 2 elementin yerini 2 faktorial sayda dəyişə bildiyimiz üçün eləyir 24 vur 2, 48. Yəni düzəldilən 120 sözün 48'ində saitlər yanaşı idi. Bəs neçəsində tutaq ki,
samitlər yanaşı olar deyəndə biz burada artıq samitləri bir element kimi nəzərdə alırdıq. Yerdə də bu iki sait. Nəticədə 1, 2, 3 element, yəni 3 faktorial vurulsun. Bu 3 dənə hərfin öz arasında edilə biləcək yer dəyişmələr də 3 faktorial olduğu üçün 6 vur 6, 36. Yəni 120 sözün 48-də saitlər yanaşıdır, 36-sında da samitlər yanaşı olmuş olacaq. Sonra bu dəyirmi masa ətrafı. Məsələn, bu kamil sözü, bəli. Məsələn, 5 nəfəri bir sıraya neçə üsulla düzmək edilər, eyni mənaya gəldi. Yəni 5 hərfi düzdük və yaxud deyək ki, 5 nəfəri bir sıraya neçə üsulla düzmək olar. 5 nəfəri bir sıraya düzülüşlərinin sayı n faktorialdır. 120. Yəni yan-yana düzülüksə n faktorialdır. Amma dəyirmi masa ətrafında düzülüksə n-1 faktorial olur. Yəni 5 nəfəri dəyirmi masa ətrafında 4 faktorial, yəni 24 üsulla əyləşdirə bilərik. Amma 5 nəfəri bir sıraya 120 müxtəlif üsulla düzə bilərik. Yəni dəyirmi masa deyəndə n-1 faktorial olduğunu nəzərə almalısınız. Sonra gələk kombinizon, permutasiya, yerləşdirmə və permutasiya yer dəyişmə. Bunlar nədir? Bunları anlayaq. Deməli, permutasiya n-dən n-ə. Bu, bu n faktorialdır. Burada yəni biz sadəcə yerlərini dəyişirik. Yəni məsələn ki, kamil sözündəki hərflərin yerini dəyişməklə bu eyni şeydir. Çünki biz orada hərflərin yerini dəyişərək yeni bir düzülüş əmələ gətiririk. Ona görə permutasiya n-dən n faktorialdır. Yəni 5 faktorial. Bu edir 120. Burada yenilirəm. Permutasiya n-dən n-ə biz sadəcə yer dəyişmə edirik. Yəni yerini dəyişirik. Bu adlanır yer dəyişmə. Permutasiya n-dən k-ya isə deyirlər yerləşdirmə. Permutasiya yerləşdirmə. Çünki biz burada n elementli çoxluğun k elementini yerləşdiririk. Məsələn, 5 elementli çoxluğun 3 elementini yerləşdirməklə. Məsələn, bayaq ki, əslində bizim elədiyimiz həmin şeydir. Məsələn, bizə 5 dənə rəqəm verir. 5, 4, 7, 6, 1. Deyir ki, bundan neçə 3 rəqəmli ədəd düzəltmək olur? Əslində bu odur, bəli. Yəni biz bu 5 dənə ədəddən 3-ünü ora yerləşdiririk. Birinci rəqəmi bayaq seçdik 5 üsulla, ikincini 4, 3. Yəni bunu vurma prinsipi ilə də eləyə bilərik. Amma biz bunu permutasiya ilə eləyə bilərik. Yəni 5 dənə elementdən 3-ünü seçib bu xanalara yerləşdirdik. Və burada düzülüşün əhəmiyyəti yoxdur. Heç hansı əhəmiyyəti var. Yəni nə mənada əhəmiyyəti var? 476 ayrı ədəddir. 467. Düzülüşün əhəmiyyəti varsa, kombinizonla permutasiyanın arasındakı incə fərq oradadır. Düzülüşün əhəmiyyəti varsa, bu permutasiyadır. Sıralamanın əhəmiyyəti yoxdursa, bu kombinizondur. Yəni, oradakı incə fərq odur ki, biz kombinizon eləməliyik, yoxsa permutasiya. Deməli, burada bizdə olur ki, düstur belə idi, n faktorial bölünsün, n-k faktorial. Yəni, n faktorial bölünsün, n-k faktorial. Unutmayaq ki, n həmişə k-dan böyük və ya bərabər olur. Burada bərabər ola bilər, bərabər olanda bu yuxarıdakına gəlib çıxmış olacaq. Yəni, n k-dan böyük və ya bərabər olmalı. İndi bizdə 5 elementli çoxluqdan 3 elementi seçib yer dəyişmələr düzəltdiyimiz üçün 5 faktorial bölünsün, 5 çıx 3 faktorial. O da necə 5 faktorial bölünsün 2 faktorial, 5, 4, 3. Əslində burada nə görə bilərsiniz? 5-dən 3 addım geriyə. 5, 4, 3. Həmin mənanı verir bizə. O deyir 60. Yəni, məsələn, permutasiya 7-dən 2, 7 vur 6 deməkdir. Yəni, 7-dən 2 dənə geri. Çünki o eyni şey olacaq. 7 faktorial bölünsün, 7 çıx 2 yazırıqsa, o da olacaq 7 faktorial böl 5 faktorial, təzdən sadələşdirəndə 7 vur 6 qalacaq. Yəni, 2 dənə n-dən k qədər geri sayıb həmin o permutasiyanı hesablayırıq. Yenildirəm, kombinizon permutasiyada sıralamanın önəmi var. Amma kombinizonda sıralamanın önəmi yoxdur. Bəli, məxrəcdə k faktorial olur. Kombinizon n-dən k, yəni n faktorial bölünsün, k faktorial vurulsun, n-k faktorial düsturu ilə hesablanırdı. Yenə də burada da n böyük bərabər k olduğunu
nəzərə alaq. Məsələn, tutaq ki, bizə məsələlər verilirdi. Bunu hesablamasına aid bir nümunə göstərim, sonra məsələ tipini göstərim. Məsələn, biz burada artıq 7 faktorial bölü 2 faktorial vurulsun 7 çıxılsın 2, yəni 5 faktorial. 7 çıxılsın 2 faktorial. O da 7 faktorial bölü 2 faktorial vur 5 faktorial. 7 vur 6 bölü 2 21 edəcək. İndi məsələn, tutaq ki, bizə deyir ki, 20 şagird olan sinifdən 2 növbətçini neçə müxtəlif üsulla təyin etmək olar? Kombinizon yoxsa permütasiya? Kombinizon. Bəli. Çünki A ilə B oldu növbətçi, B ilə A oldu. Eyni şeydir. Ona görə burada kombinizon 20-dən 2. Yəni 20 faktorial bölünsün, 2 faktorial vur, 20-dən də 2 çıxanda 18. Bəli. AB, BA. Yəni düzülüşün, sıra düzülüşünün əhəmiyyəti yoxdursa, bu kombinizon, yəni birinci 50 seçsin, yoxsa vəlli seçsin, birinci vəlli sonra 50 gəldi. Bunun bir önəmi yoxdursa, deməli bizdə kombinizon olacaq. Məsələn, tutaq ki, deyir ki, 20 nəfər şagirddən bir nəfər sinif nümayəndəsi, bir nəfər də ona muavin seçilməlidir. Bunu neçə üsuldan? Mən 50 sinif nümayəndəsi vəlli onun muavini seçməklə vəlini sinif nümayəndəsi əlini onun muavini seçmək fərq eləyir, eləmi? Eləyir. Yəni ona görə burada sıralamanın önəmi olduğu üçün bu olur permutasiya 20 elementdən 2. Yəni məsələn 20 nəfər şagird olan sinifdən bir sinif nümayəndəsi və bir ona muavini neçə üsulla seçə bilərik. Bu da eləyir 20 faktorial böl 18 faktorial, yəni 20 vurulsun 19, 380 müxtəlif üsul. Və yaxud tutaq ki, deyir ki, 7 iştirakçının yarışdığı yarışda, 7 iştirakçının iştirak etdiyi yarışda ilk 3 yerə çıxan final mərhələsinə keçir. İlk 3 yerə çıxan. Xeyr, kombinizon. Nə fərqi var? 1-ə çıxdı, 2-yə çıxdı, 3-ə. İlk üçlüyə çıxan olsun da deyil ki, ilk üçlüyə çıxan finala keçir. Finala keçən iştirakçılar neçə üsuldan seçilə bilər? Hə? Bəli. Yəni, fərqi yoxdur ki, bu A, B, C adlı şəxslər birinci, ikinci, üçüncü yazılıblar. Fərqi yoxdur bu A, B, C-nin. Ona görə burada olacaq kombinizon. Yəni, 20 nəfərin iştirak etdiyi, 7 nəfərin iştirak etdiyi yarışdan ilk 3-ə çıxan finala keçirsə, burada artıq bu şəkildə biz hesablayırıq. 4 faktorial çıxdı, bu da 3 faktorial. Nəysə, 7 vurulsun, 6 vurulsun, 5, 4 faktorial getdi, bəli, 35. Amma deyir ki, 7 nəfərin iştirak etdiyi yarışda qızıl, bürünc, gümüş medallar neçə fərqli üsulla udula bilər? Burada artıq permutasiyadır. Çünki qızılı A-nın udması başqa şeydir, B-nin udması, C-nin udması başqa şeydir. Ona görə orada artıq permutasiya 7-dən 3 olacaq. O da 7 faktorial bölünsün 4 faktorial. Yəni 7, 6, 5. 3 dənə geriyə doğru saydıq. Elədik 210. Yəni bunlar permutasiya və kombinizonla bu şəkildə bir-birini əlaqəsini ayıra bilməliyik. Sonra kombinizonun xassələri var. Bunları bilmək lazımdır. Kombinizon n-dən 0 və kombinizon n-dən n hər zaman 1 verir. Kombinizon n-dən 0 və kombinizon n-dən n 1 verir. Kombinizon n-dən k ilə kombinizon n-dən n minus k bir-birinə bərabərdir. Yəni məsələn, kombinizon 10 elementdən 3 ilə kombinizon 10 elementdən 7 eyni şeydir. Çünki sadəcə məxrəcdə vurğun yeri dəyişir. Burada məsələn 10 faktorial böl 3 faktorial, ondan 3 çıxırsan 7 yazırsan, orada 10 faktorial, 7 faktorial, ondan 7 çıxıb 3 yazırsan. Ona görə bunlar eynidir. Sağ ol. Yəni buna aid testdə suallarımız da var. Bax, biz başa düşməliyik ki, tutaq ki, testdə belə bir sual verir. Güzel. Mən də onu deyirəm. Məsələn, tutaq ki, verir ki, kombinizon 8-dən x, kombinizon 8-dən y. X, y-dən fərqlidir. X-dən y-in cəmi neçə olar? 8 olar. Yəni, bunlar bir-birinə bərabərsə, x-dən y-in cəmi 8 olar. Yəni, bu sırf o xasiyə görə bilinən bir şeydir. Sonra, məsələlərdən nümunə göstərim sizə. Tutaq ki, bu dairənin üzərindən
vektor düzəltmək, nə bilim vətər düzəltmək, üç bucaq düzəltmək, yəni və ya çox bucaqları hansısa bilir. Məsələn, deyir ki, çevrə üzərində 7 dənə müxtəlif nöqtə qeyd olunubdur. 7 dənə müxtəlif nöqtə. Bu nöqtələrdən neçə vətər keçirmək olar? Deməli, neçə vətər deyir? Vətər iki nöqtədən keçir, düzdürmü? AB və ya BA yazmağımın fərqi var. Kombinizon 7 elementdən 5. 5 nədir? 2-yə 5 nədir? Düzdə cavabı eyni olacaq. Sən burası. Niyə 5 deyirsən? 7-dən 2. Sən hesablamalarında yanlışlıq var. 7, 6 böl 2, 21. Kombinizonsuz da tapma olar, amma kombinizondan gəlir. N'dən 2 olacağı üçün N vurulsun, N-1 bölünsün 2 olacaq. 7 dənə nöqtə var. Hərəsindən 6 dənə vətər çəkə bilərsən. 42. A-dan B-yə və B-dən A-ya gələnlər eyni vətər olduğu üçün 7 vur 6 böl 2. O kombinizondan da gəlib eyni yerə çıxır onsuz da. Amma desə ki, neçə vektor çəkmək olar? Vektor. Burada olacaq permutasiya. Çünki vektorun AB yazılışı ilə BA yazılışı tamamilə ayrıdır. Ona görə də vektor deyəndə permutasiya 7-dən 2. Bu da 7 faktorial bölü sadəcə 5 faktorial, yəni 2-dən geriyə doğru saydır. Elədir 42. Məsələn, neçə üçbucaq deyir? Üçbucaq deyirsə, biz başa düşürük ki, 3 nöqtəni və üçbucağın yazılışında ABC, ACB eyni üçbucağı ifadə etdiyi üçün, yəni seçimin hansı ardıcılıqla getməsinin önəmi olmadığı üçün olur kombinizon 7-dən 3. Yəni 7 faktorial bölünsün, 3 faktorial vur, 4 faktorial. 7, 6, 5 böl 6, 21. Yəni, yox, 35, 21 nə ilə? Və yaxud 4 bucağı da desə eyni şeydir. Sonra, məsələn, belə deyir. Deməli, torbada 4 ağ, 7 sarı, 5 mavi kürəcik var. Yox, ehtimal dərsi keçmirəm. O ehtimaldadır, bəli, geri qaytarılmaqla, qaytarılmamaqla şərti ehtimal yoxsa. Yox, məsələn, deyir ki, təsadüfən, yox, təsadüfən elə deyək, deyəm. Cümləni qura bilmədim. Bir saniyə görüm. Yox, elə yox. Cümləni qura bilmədim ki, sözün başlanğıcını necə desəm düz olacaq. Belə deyim. Yalnız x-i ağ olmaqla 4 kürəni neçə fərqli üsulla seçmək olar? Ehtimal deyil. Deyirəm, neçə üsulla seçmək olar? Sadəcə seçim üsullarının sayını soruşuram. Ehtimal yox. Deyirəm ki, yalnız x-i ağ olmaqla 4 kürəni neçə üsulla seçmək olar? Yəni, bu kürələr var torbada. Bundan 4 dənə seçəcəm. Yalnız x-i ağ olsun. Kombinizon 4-dən 2 vurulsun 12-dən 2. 14 niyə olsun? Onlardan biri də ağ olsa, onda yalnız x ağ olmayacaq axı. Yalnız x ağ olsun deyir. Düzdür? Deməli, bu 4 dənə ağdan 2 dənəsi seçməliyəm. Yanındakının da sarı, mavi fərqi yoxdur da. Yəni, ikisi də sarı da olar, ikisi də mavi da olar, biri sarı, biri mavi da ola bilər. Amma önce mən 14-dən 2 seçəndə, sonrakının da içində yenə ağ olsa olmayacaq. Yəni, yalnız x ağ olmaqla 4 fərqli kürəni seçməliyəm. Buna yəni hesablayanda nə edirsə eləyir. Yəni, məqsədimə hesablatmaq deyil. Ədəd alınlar. Ola bilər. Yəni, hesablamadığım üçün də bir şey yazmıram yanında. Demək olar ki, qutarır. 3 saniyə. Gələ bilərsən, sən get. Məsələn, misallar görürük tənlik formasında. Burada da qeyri-adi bir şey yoxdur. Məsəl üçün,
Yazılıb bu. Biz bunu həll eləmək üçün yazıq x faktorial bölünsün, 2 faktorial bölünsün, x minus 2 faktorial bərabər 36. Bunlarda nəzərə alırıq ki, kombinizonda, permutasiyada o məhsul natural ədəd olmalıdır. Deməli, bunu sadələşdirəndə x minus 1, x minus 2 faktoriala çatanda ixtisara getdi. Bunu nəzərə alaq. Qaldı x kvadrat minus x minus 72 bərabər 0. Bu tənliyin kökləri 9 ilə -8'dir. Bizim tənliyin kökü 9 olacaqdır. Belə.